Bismillahirrahmanirrahim. İmam Sadiq əleyhissalam belə buyurur. La sagirətə ma'al israr və la kəbirətə ma'al istiğfar. Deyir, əgər günaha israr edirsənsə, kiçik günaha israr edirsənsə, artıq o kiçik günah deyil. Bilirsiniz ki, Quran-ı Kerim günahları iki yerə bölüb. Böyük günahlar və kiçik günah. Böyük günah odur ki, adətən Allah Teala cəhənnəm vəd edib. Kiçik günah isə Allah Teala onlar üçün cəhənnəm vəd etməyib. Amma deyir, əgər kiçik günahı israrla eləyirsənsə və çəkinmirsənsə, o artıq kiçik günah deyil. O artıq Allaha üsyandır. İsrarla həmişə mütəmadi olaraq eləyirsən, çəkinmirsən bu işdən, bu artıq kiçik günah deyil. Bu artıq böyük günaha çevrilib. Ona görə buyurur ki, əgər kiçik günah israrla olarsa, mütəmadi olarsa, artıq kiçik günah deyil. O artıq böyük günahdır. Ona görə hədislərdə qeyd olunub ki, günah eləyəndə baxma günahın kiçikliyinə, böyüklüyünə. Bax, gör, kimin qarşısında o işi görürsən. Yenə də hədislərdə var ki, deyir, heç bir günahı kiçik hesab etmə. Çünki Allah Teala bəlanı, əzabı günahların içində gizlədib. Yəni, ola bilirsin ki, elə sənin kiçik hesab etdiyin bu günaha görə Allah sənə bəla verdi, Allah sənə əzab verdi. Ona görə insan çalışmalıdır ki, o günahdan çəkinsin və dərhal tövbə etsin. Baxmayaraq ki, kiçik günahdır, yenə də dərhal çəkinməlidir. Çünki mütəmadi o işi görmək, o artıq böyük günaha onu çevirər. Sonra buyurur, وَلَا كَبِرَةَ مَعَ الْاِسْتِغْفَارِ. Sonra deyir ki, indi insan əgər bir böyük günah eləsə, daha məyus olmasın ki, Allah onu bağışlamaz. Xeyr, belə bir şey yoxdur. İstiğfar ki, Allah ona nəsib elədi, tövbəni ki, Allah nəsib elədi bir bəndəsinə, deməli, böyük günahlar qalmayacaq, böyük günahlar bağışlanacaq. Quran-ı Kerim nə gözəl buyurur. Buyurur ki, ey Peyğəmbər, mənim günahkar bəndələrimə söylə ki, Allahın rəhmətindən naümid olmasınlar, Allah bütün günahları bağışlayır. Allahın rəhmətindən məyus olmaq ən böyük günahdır. İstiğfar əgər insana nəsib olubsa, yəni, əstəğfirullah Rabbi və ətub ileyh, tövbə edirəm, ilahi, qayıdıram, peşmanam, mənim günahlarımı bağışla və mən sənə tərəf qayıdıram. Bu sözü deyə bilən, ürəyində bu fikri, bu niyyəti keçirə bilən insanın heç bir böyük günahı qalmayacaq. Hamısı bağışlanacaq. Allah Teala inşallah bizi tövbə əhlindən qərar versin.